Salam əziz şagirdlərim, bu gün isimlərin hallanmasının izahını sizə təqdim edirəm. Gəlin başlayaq. İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən dəyişir, yəni müəyyən qrammatik şəkilçilər qəbul edir. İsmin belə dəyişməsinə onun hallanması deyəcəyik. Və isimlərin 6 halı var və hər halın da bilirik ki, özünə məxsus xüsusiyyətləri var. Gələk artikalın. Artikalın xüsusi qrammatik göstəricisi yoxdur və kim, nə, hara suallarına cavab verir. İndi burada bir məsələni də qeyd edək. Artikalda nə sualını gördük və bunda İndən yadımızda saxlayaq ki, nə sualını biz həm qeyri-müəyyən yəli halda, həm də qeyri-müəyyən təsirli halda görəcəyik. Artikalda olan sözlər həm cəm, mənsubiyyət, xəbərli şəkilçiləri qəbul edə bilər. Lakin bu şəkilçilər artikalın qrammatik göstəricisi deyil. Həmçinin bu şəkilçilər sözü artikaldan da çıxarmır. Lüğətlərdə isimlər artikalda verilir. Artikalda olan isimlər əsasən başlanğıc formada olur. Əgər artikal cəm, mənsubiyyət, xəbərli şəkilçisi qəbul edərsə, başlanğıc formadan çıxmış sayılacaq. Artikalda olan isimlər ismə aid olan qrammatik şəkilçilərdən maksimum 3-ünü qəbul edə bilər. Nəyə görə? Bilirik ki, isim cəm, mənsubiyyət, hal xəbərli şəkilçilərini qəbul edir və artikalın da özünə məxsus xüsusi bir şəkilçisi olmadığına görə maksimum 3-ünü qəbul edə bilər. Cəm, mənsubiyyət və xəbərli şəkilçilərini qəbul edə bilər. Çünki özünə məxsus hal şəkilçisi yoxdur. Məsələn, uşaq sözün kökü olar qrammatikimiz qrammatikdir də qrammatik olmuş olacaq. Cümlədə ən çox mübtəda olur. Xəbərli şəkilçisi qəbul etdikdə xəbər sifətin xüsusiyyətini daşıyanda, yəni sifətləşəndə isə təyin ola bilər. Deməli, artikal dedik. Cümlədə ən çox mübtəda olur. Xəbərli şəkilçisi qəbul etdikdə xəbər sifətin xüsusiyyətlərini daşıyanda isə təyin ola bilər. Xitab kimi də işlənə bilər. Məsələn, kitab çox maraqlıdır. Burada mübtədadır. O yeni şagirddir. Burada xəbərdir. Kəndə asfalt yol çəkdilər. Burada təyindir. Dostlar, görüşməliyik. Burada isə xitab rolunda çıxış edir. Artikalda olan söz müstəqil olaraq, müstəqil olaraq tamamlıq və zərflik ola bilmir. Nə oldu? Artikal müstəqil olaraq tamamlıq, zərflik ola bilmir. Amma qoşmalarla birgə işlənəndə cümlədə tamamlıq və zərflik ola bilər. Məsələn, anam üçün kitab aldım. O, qardaşım kimi çalışqandır və s. Cümlədə həm ismi, həm də feili xəbər ilə sintaktik əlaqədə ola bilər. Necə? Məsələn, gəldi xəbər, anam mübtəda. Burada anam sözü gəldi feili xəbəri ilə əlaqədə olmuş olacaq. Məsələn, yazsaq ki, Aysel çalışqandır. Burada çalışqandır olacaq ismi xəbər və buradan Aysel də olacaq mübtəda. Yaxşı? Yəni həm ismi xəbər, həm də feili xəbər ilə sintaktik əlaqədə ola bilir. İndi keçək yəli hala. Yəli halda olan isimlər özündən sonra gələn sözlə əlaqələnərək şəxslər, əşyalar arasında əsasən sahibli, yəli mənası da əmələ gətirmiş olur. Və yəli halın xüsusi qrammatik göstəricisi, yəni şəkilçisi, ın-ın şəkilçisidir. Məsələn, ordunun, kitabın, məktəbin və s. Sualları isə kimin, nəyin və haranın olmuş olacaq. Və yadımızda saxlayaq ki, mən və biz şəxs əvəzlikləri, yəli hal şəkilçisi olaraq 10 üstü 4 yox, im şəkilçisini qəbul edəcək. Mənim və bizim olaraq. Yəli hal 2 cür olur. Müəyyən yəli hal və qeyri-müəyyən yəli hal. İndi baxaq birinci müəyyən yəli hala. Müəyyən yəli hala əmələ gətirmək üçün yəli halın şəkilçisi neyindir? İştirak edir. Müəyyən yəli hal yəli məzmununu necə ümumi yox, konkret şəkildə ifadə edir. Məsələn, kitabın cildi, əlinin qardaşı və s. Samitlə bitən sözlər yəli halda ın, saitlə bitən sözlər isə yəli halda ın şəkilçisini qəbul edəcək. Müəyyən yəli halda olan söz müstəqil şəkildə təsriflənən feillə sintaktik əlaqəyə girmir. Məsələn, sənin gəldi, sənin oxuyacam kimi cümlələr qurmaq olmur. Və mütləq qoşma iştirak etməlidir ki, cümlə formalaşmış olsun. Məsələn, sənin üçün gəldi, sənin kimi oxuyacam və s. Müəyyən yəli halda olan söz müstəqil olaraq təsriflənməyən feillə sintaktik əlaqəyə girə bilir. Məsələn, sənin oxumağın, onların oxuyanları, bizim yazdığımız və s. Müəyyən yəli hal cümlədə özündən sonra gələn mənsubiyyət şəkilçili sözdən asılı olur. Onunla birlikdə söz birləşməsi əmələ gətirir və cümlənin bir üzvü olmuş olacaq. Məsələn, kitabın üzü qırmızıdır. Burada kitabın üzü sözündə. Deməli, kitabın yəli haldadır, üzündə ü isə mənsubiyyət şəkilçisi olmuş olacaq. Müəyyənlik bildirən yəli hal bəzən ayrılıqda işlənir və bu zaman cümlənin xəbəri olur. Yəni, tək işləndikdə yalnız xəbər ola bilir, tamamlıq ola bilmir. Məsələn, bu kitab Əlinindir. Gördüyümüz kimi müəyyənlik bildirən yəli hal bəzən ayrılıqda işlənə bilər və bu zaman nə olacaq? Cümlənin xəbəri olmuş olacaq. Tamamlıq ola bilmir tək işlənəndə, yaxşımı? Qoşmalarla işlənib cümlədə tamamlıq, zərflik ola bilir. Məsələn, sənin üçün, mənim kimi və s. Biz və siz şəxs əvəzlikləri yəli halda işləndikdə özündən sonrakı söz mənsubiyyət şəkilçisini itirərsə, yəli halda olan söz cümlədə müstəqil təyin olur. Məsələn, bizim kitab səndədir deyəndə, səndədir, nə kitab, hansı kitab, bizim kitab. Yəni, biz və siz şəxs əvəzlikləri yəli halda işləndikdə və özündən sonra, mənsubiyyət şəkilçisini itirərsə, yəli halda olan söz cümlədə müstəqil təyin olur. Məsələn, bir nümunədə yazaq buradan. Məsələn, bizim sinif qalibdir. Qalibdir
xəbər, sinif mübtəda, bizim isə burada təyin olmuş olacaq. Bax, müəyyən yəli çallı şəxs əvəzlikləri bəzən təyin ola bilər. Bizə məsələn testdə verə bilər ki, müəyyən yəli çallı isimlər bəzən təyin ola bilər. Bu fikir yanlış olacaq. Bax, bu xırda bir məqama diqqət edək. Yəli hal şəkilçisi, yəli məzmunu bildirməyə də bilər. Məsələn, tələbələrin üçü. Məsələn, burada necə olacaq? Burada in, dan məzmunu bildirəcək. Bax, yəni tələbələrdən, dan. Məsələn, tələbələrdən üçü. Yəni çoxluqdan aza doğru. Daha sonra gələr qeyri-müəyyənliyi bildirən yəli hala. Bu halda olan söz yəli halın şəkilçisini qəbul etmir. Yəni, bayaq da dedik, adı kaldı nə sualına cavab verən sözlər içərisində qeyri-müəyyən yəli hal və qeyri-müəyyən təsiri hal olacaq. Baxın, gəldik o hissəyin bir məqamına. Yalnız nə sualına cavab verir? Qeyri-müəyyən yəli çalda olan söz yalnız nə sualına cavab verir? Bax, bu insan da ola bilər, yəni canlı da ola bilər, cansız da ola bilər. Bunun heç bir fərqi yoxdur. Qeyri-müəyyən yəli halın sualı yalnız nədir? Qeyri-müəyyən yəli çal əşyanı ümumi olaraq ifadə edir. Bax, ümumi olaraq. Dedik ki, müəyyən yəli hal konkret şəkildə ifadə elədi, amma qeyri-müəyyən yəli hal isə əşyanı ümumi olaraq ifadə edir. Məsələn, kitab üzü, körpə səsi və s. Qeyri-müəyyən yəli çalda olan söz müəyyənlik bildirən yəli hala çevrilə də bilər, çevrilməyə də bilər. Məsələn, başlağı istənib sileyim. Məsələn, kitab üzü, kitabın üzü, körpə səsi, körpənin səsi, şəhər kənarı, şəhərin kənarı. Bax, bunları neyə bildik? Qeyri-müəyyən yəli halı müəyyən yerlə çevirə bildik. Baxın, indi sizə möhtəşəm bir qeyd deyəcəm. Onu mütləq şəkildə dəftərinizə, qayda dəftərinizə qeyd edirsiniz. Yaxşımı? Bax, harada ki, ümumi konkretləşdirməyə ehtiyac var, onda qeyri-müəyyən müəyyənə çevriləcək. Məsələn, bax, kitabın üzü və kitab üzü, kitabın üzü. Bax, burada çevirə bildik. Amma məsələn, yazın bura Qız qalası. Bakı şəhəri. Baxın, bunları çevirə biləcəyik biz müəyyən yəli hala. Yox, bu nəyə görə olur? Harada ki, ondan bax bir dənədir. Onda qeyri-müəyyənlik bildirən müəyyən yəli halı çevirə bilməyəcəyik. Çünki ondan bir dənədir. Qız qalasından məsələn bir dənədir, Bakı şəhərindən bir dənədir, Xəzər dənizindən bir dənədir. Bax, bir də deyirəm, dəftərinizə qeyd edin. Harada ki, ümumini konkretləşdirməyə ehtiyac var, onda qeyri-müəyyən müəyyənə çevriləcək. Harada ki, ondan bir dənədir, qeyri-müəyyən hal müəyyənə çevrilməyəcək. Məsələn, nümunələrdə dedik, bax, Qız qalası, Bakı şəhəri, Xəzər dənizi və s. Ölkə, rayon, şəhər, kənd, küçə və s. adları bildirən sözlər qeyri-müəyyən yəli halda işləndikdə əsasən müəyyən yəli hala çevrilə bilmir. Məsələn, Bakı şəhəri. Bunu Bakının şəhəri kimi çevirdikdə məna olmur. Amma yenə də Bakı sözü bax, yəli halda hesab olunur, adlı halda deyil. Qeyri-müəyyən yəli çalda işlənmiş söz hansı mənaya malik olmasından asılı olmayaraq yalnız nə sualına cavab verir? Məsələn, Bakı şəhəri, Sabir Ustabu, Cavid yaradıcılığı və s. hamısının birinci tərəfinə nə sualını vermiş olacaq. Çünki demişik ki, qeyri-müəyyən yəli halın sualı yalnız nədir? Formacı adlı kala bənzəsə də özündən sonra mənsubiyyət şəkilçisi söz tələb etməsinə görə adlı kaldan tamamilə fərqlənir qeyri-müəyyən yəli halımız. Qeyri-müəyyən yəli hal heç vaxt tək işlənmir. Həmişə özündən sonra mənsubiyyət şəkilçisi söz tələb edir. Yəni ikinci növ təyinli söz birləşməsi əmələ gətirir. Gəlin bunu da sizə bir hissəsini açıqlayım. Bu təyinli söz birləşmələri nədir? Bunu yuxarı siniflərdə siz keçəcəksiniz 10-cu sinifdə. Birinci növ təyinli söz birləşməsi var, ikinci növ təyinli söz birləşməsi var, üçüncü növ təyinli söz birləşməsi var. Məsələn, birinci növ təyinli söz birləşməsinə deyək daş, ürək. İkinci növ təyinli söz birləşməsinə deyək, məsələn, kitab, üzü. Üçüncü növ təyinli söz birləşməsinə deyək, məsələn, məktəbin həyəti. Məktəbin həyəti. Baxın, birinci növ təyinli söz birləşməsinin tərəfləri arasında gördük, heç bir şəkilçisini görmədik. Kitab üzü birləşməsində bax, birinci tərəf qeyri-müəyyən yəli haldadır. İkinci tərəfdə isə burada ül mənsubiyyət şəkilçisini bildirir və adlı halda olmuş olacaq. Məktəbin həyəti birləşməsində isə məktəbin sözü müəyyən yəli haldadır və ikinci tərəf həyəti sözü isə burada i mənsubiyyət şəkilçisini bildirir və adlı halda olmuş olacaq. Bu da belə. Davam edək. Qeyri-müəyyən yəli halda olan sözə müəyyən yəli halın şəkilçisini qoşmaq olur. Lakin adlı halda olan sözə müəyyən yəli halın şəkilçisini qoşduqda cümlədə məzmun fərqi əmələ gəlir. Məsələn, tülkü toyuq balalarını daşıyırdı cümləsində tülkü və toyuq sözləri zahirən eyni halda olan sözə bənzəyir. Hər iki sözə yəli halın şəkilçisini qoşanda baxaq. Tülkünün, toyuğun balalarını daşıyırdı. Diqqət etsən nə olacaq? Tülkü sözünə hal şəkilçisi qoşanda məna itmiş olacaq. Amma toyuq sözünə hal şəkilçisini qoşanda məna dəqiqləşəcək. Demək ki, burada tülkü sözü adlı halda, toyuq sözü isə qeyri-müəyyən yəli halda olmuş olacaq. Bax, burada işarəliyim yazım. Tülkü sözü dedi adlı halda,
Toyuq sözü isə qeyri-müəyyən yəli halda olmuş olacaq. Bax, çünki həm də burada balalarının sözünü görürsünüz. Burada birinci gələn ı mənsubiyyət şəkilçisidir. Demişik ki, yəli hallı söz özündən sonra mənsubiyyət şəkilçisi söz tələb edir. Mənsubiyyət şəkilçisi sözdə özündən əvvəl yəli çalı söz tələb eləmiş olur. Davam edək. Artıq halda olan söz xəbərlə birbaşa sintaktik əlaqəyə girə bilir. Qeyri-müəyyən yəli çalda olan söz isə müstəqil cümlə üzvü olmur. Qeyri-müəyyən yəli çalda olan sözün bir işləmə məqamı var, o da ismi birləşmənin aslı tərəfi kimi. Bu da belə. İndi davam edək yönlülük halımızla. Bax, hərəkətin yönünü, istiqamətini və son nöqtəsini bildirir. Yönlülük halın qrammatik şəkilçisi Aə, ya şəkilçisi olmuş olacaq. Kimə, nəyə, haray suallarına cavab verir. Və bu halda olan söz həm ismi, həm də fe'li xəbərlə sintaktik əlaqəyə girə bilir. Evə getdi, fe'li xəbər sənə borcluyam, ismi xəbər olmuş olacaq. Cümlədə əsasən tamamlıq, zərflik vəzifəsini daşıyır. Kimə nəyə suallarına cavab verəndə tamamlıq olur. Kitaba bax, Əliyə dedim. Haraya sualına cavab verəndə yer zərfliyi olacaq və xəbərli şəkilçi qəbul edəndə isə ismi xəbər olmuş olacaq. Yönlü halda olan sözlər qoşma ilə işlənə bilər. Məsələn, məktəbə qədər, dosta sarı və s. Sonu Aə saitləri ilə bitən isimlər yönlü çalda işlənərkən tələffüz zamanı həmin saitlər qapalı saitə çevrilə bilər. Yəni sözün bax kökündə olmalı, kökündə. Məsələn, nənəyə sözü nənəyə formasında tələffüz olunacaq, babaya sözü babaya formasında tələffüz olunacaq. Bax, kökündə fərq olur. Baba sözün köküdür, burada A qrammatik şəkilçisidir. Və harda fərq oldu sözün kökündə. Bu tipli sözlər bəzən tələffüzə əsasən fərqli mənalarda da işlənə bilər. Necə? Məsələn, xalya sözünə baxaq. Bunu həm xalıya, yəni xalçaya mənasında da düşünə bilərik. Bir də bildiyimiz qohumluq əlaqəsinə aid söz xalaya mənasında başa düşə bilərik. Yəni xalıya formasında bizə tələffüz versə, bu tələffüzü biz iki formada düşünə bilərik. Həm xalıya, həm də xalaya. Sonra cücüyə, həm cücəyə, həm də cücüyə formasında düşünə bilərik. Körpüyə, həm körpəyə, həm də körpüyə formasında düşünə bilərik. Yəni bu hər iki sözün tələffüzü körpüyə formasında olacaq. Yönlü çallı söz bəzən yön istiqamət məzmunu bildirməyə də bilər. Məsələn, bunu 2 manata almışam formasında. İndi gələk təsirli hala. Baxaq, üzərində iş, hərəkət icra olunan əşyanı, işin, halın obyektini bildirmiş olacaq. Xüsusi qrammatik göstəricisi isə I+4 və yaxud da ki, N+4 şəkilçisi olmuş olacaq. Sualları kimi, nəyi, haranı, ordunu, kitabı, məktəbi və s. Təsirli çalda olan sözlər cümlədə bax tamamlıq olacaq. Məsələn, kitab al, kitabı al, nəyi al, dəftər gətir, nəyi gətir, dəftəri gətir formasında. Burada bax kitab al, dəftər gətir sözlərində kitab və dəftər sözləri qeyri-müəyyən təsirli haldadır. İstisna hallarda təsirli halda olan söz cümlədə zaman zərfliyi də ola bilər. Məsələn, yayı dincəldim formasında. Təsirli halda olan söz yalnız fe'li xəbərlə, bax, yalnız fe'li xəbərlə sintaktik əlaqəyə girir. Məsələn, uşaqları çağır, jurnalları yazın. İstisna hallarda isə təsirli halda olan söz ismi xəbərlə bağlı olur. Məsələn, uğurlarımı sənə borcluyam. Borcluyam burada ismi xəbərdir. Təsirli hal ismin bax yeganə halıdır ki, şəxs şəkilçisi qəbul etmir. Yəni cümlədə xəbər olmur. Bax bunu burada bir daha fosforlayım, yadımızda saxlayaq. Bax, təsirli hal ismin yeganə halıdır ki, şəxs şəkilçisi qəbul etmir, yəni cümlədə xəbər olmur. Təsirli halda olan sözlər qoşmalarla işlənə bilmir. Bunu da yadımızda saxlayaq. Təsirli halda olan söz özündən sonra heç bir şəkilçi qəbul etmir. İstisna olaraq bu şəkilçiləşmiş ədatını qəbul etmiş olacaq. Məsələn, necə? Deyək ki, kitabımı gətirim, kitabımı gətirim. Burada dediyimiz məqam özünü göstərmiş olacaq. Yəni istisna bir haldır bunu. Bilirik də istisnalar qaydanı pozmur. Təsirli hal iki cür olur. Biri var müəyyən təsirli hal, bir də var qeyri-müəyyən təsirli hal. Baxaq. Bir də bunu da qeyd edeyim burada. Bir dəqiqə buranı pozum, yaratacaq bizə. Bax, kitabımı gətirim. Bizə cümləsi verilib ha. Bunu biz həm də iki cürdə düşünə bilərik. Bax, bura yazım. Bir dəqiqə. Məsələn, bura yazsam. Kitabımı gətirdin. Kitabımı gətirdin. Bir də kitabımı gətirdin. Bunu bax iki formada düşünə bilərik, yəni təhlil edə bilərik. Bu qabağına məsələn mənim kitabımı gətirdin yazsaq. Mənim kitabımı gətirdin. Burada kitab sözün kökü ım qrammatik, ı da qrammatik olmuş olacaq. Burada da ı təsirliyi bildirir. Təsirlik. Im isə burada mənsubiyyət şəkilçisidir. Kitabımı gətirdin deyəndə isə bax. Bunda fərqli yazaq. Bir dəqiqə. Kitab bax sözün kökü olacaq. Burada kitabı ı təsirli hal olacaq. Təsirlik. Bu sondayımı isə ədət olmuş olacaq.
Baxın, bunu da qayda dəftərinizə qeyd olaraq bu hissəni də yazarsınız. Yaxşımı? Yadıma düşmüşkən dedim, bunu da qeyd edeyim. Gəldik. Müəyyən təsirli hal və qeyri-müəyyən təsirli hal olaraq dediyi təsirli halı iki qrupa böldürük. Müəyyən təsirli halı əmələ gətirmək üçün təsirli çalın şəkilçisi iştirak edir və təsirli halın kimi, nəyi, haranı suallarından birinə cavab verir. Məsələn, uşağı, maşını, başını və s. Müəyyən təsirli halda olan sözlər konkret bir əşyanı bildirir. Müəyyən təsirli halda olan söz tələffüzdə bəzən bitişdirici samitlə də qurtara bilər. Məsələn, almasın, heyvasın, narını görmədim. Yəni, almasını, heyvasını, narını görmədim. Qeyri-müəyyən təsirli halı əmələ gətirmək üçün təsirli halın şəkilçisi iştirak etmir. Yalnız və yalnız nə sualına cavab verir. Yenə də burada deyirəm, bax, yalnız nə, canlı da ola bilər, cansız da ola bilər, fərq etmir. Yalnız nə sualına cavab verəcək. Qeyri-müəyyən təsirli hallı sözlərin yalnız bir sualı olduğu üçün bu vəziyyətdə işlənən, istənilən söz nə sualına cavab vermiş olacaq. Məsələn, biz əkinçi axtarıq cümləsində əkinçi sözü qeyri-müəyyən təsirli haldadır. İnsan anlayışı bildirən söz olsa da nümunədəki yerinə görə yalnız nə sualını verə biləcək. Bu halda olan söz də formaca adlı kala bənzəyir. Ancaq onu adlı kaldan bir sıra fərqləri vardır. Hansı fərqləri var? Məsələn, qeyri-müəyyən təsirli hallı sözlər həmişə feilin yanında olur və sintaktik vəzifəsi tamamlıqdır. Nərmin alma yeyir. Yəni, Nərmin almanı yeyir. Vüsal musiqi dinləyir. Vüsal musiqini dinləyir. Və yaxud da ki, biz bu musiqi sözünü əvvələ gətirə bilərik. Tapmaq üçün qeyri-müəyyən təsirli halı müəyyənə çevirək. Bax, musiqini Vüsal dinləyir. Gördüyün musiqi sözünü əvvəl keçirdəndə burada təsirli halın şəkilçisi özünü bərpa eləmiş oldu. Qeyri-müəyyən təsirli halda olan sözlərin çoxunu müəyyənlik bildirən təsirli hala çevirmək mümkündür. Məsələn, Nərmin almanı yeyir, Vüsal musiqini dinləyir və s. Qeyri-müəyyən təsirli halda olan söz, sözün cümlədəki yerini adətən onun müəyyən təsirli hala çevrilməklə dəyişmək olur. Onu müəyyən təsirli hala çevrilməklə dəyişmək olur. Bax, bayaqlar dedim bunu. Vüsal musiqi dinləyir. Yəni, musiqini Vüsal dinləyir formasında. Qeyri-müəyyən təsirli halda olan sözün qarşısına bax. O, bu, həmin işarə əvəzliklərini artırdıqda, həmin söz müəyyən təsirli hal şəkilçisi qəbul edəcək. Vüsal musiqi dinləyir. Vüsal həmin musiqi dinləyir kimi işlətdikdə cümlədə məzmunsuzluq olur. Demək ki, musiqi sözü qeyri-müəyyən təsirli haldadır və bu sözə müəyyən təsirli hal şəkilçisi artıra bilər. Vüsal, o, bu, həmin musiqini dinləyir. Yaxşımı? Adlı halda olan sözün əvvəlinə isə o, bu, həmin işarə əvəzliklərini artırdıqda belə bir problem olmur. Vüsal, kitab məndədir cümləsində, Vüsal, kitab məndədir cümləsində. Kitab sözünün əvvəlində o, bu, həmin işarə əvəzliklərini işlətsək də məna pozulmur. Vüsal, həmin kitab məndədir. Vüsal, bu kitab məndədir. İstisna hallarda qeyri-müəyyən təsirli halda olan söz feildən uzaqlaşa bilər. Məsələn, bir hədiyyə də mən aldım. Yəni, bir hədiyyəni də mən aldım. Bir dəvətnamə də sənə yazmışam. Yəni, bir dəvətnaməni də sənə yazmışam. Yəni, bu istisna halıdır. Bunu yadımızda saxlayırıq ki, istisna hallarda qeyri-müəyyən təsirli halda olan söz feildən uzaqlaşa bilər. Təsirli halda olan sözün yerinə onu, bunu əvəzliklərini işlətmək olar. Lakin adlı halda olan sözün yerində bunları işlətmək olmur. Məsələn, kitab al cümləsini bunu al kimi işlətmək olur. Deməli, kitab sözü nədir? Təsirli halda olmuş olacaq. Lakin kitab məndədir cümləsində bunu məndədir kimi işlədə bilirik? Yox, işlədə bilmirik. Deməli, burada kitab sözü nə olacaq? Adlı halda olmuş olacaq. Bu da belə. Gəldik yerli hala. Hərəkətin baş verdiyi ya da əşyanın olduğu yeri bildirir yerli hal. Xüsusi qrammatik şəkilçisi isə dairə şəkilçisi olmuş olacaq. Kimdə, nədə, harada suallarına cavab verir yerli hal. Yerli halda olan sözlər həm ismi, həm də fe'li xəbərlə sintaktik əlaqədə olur. Məsələn, Əli indi evdə dincəlir. Kitabda xeyli məlumat var və s. Kimdə nədə suallarına cavab verəndə cümlədə nə olacaq? Tamamlıq olmuş olacaq. Harada sualına cavab verəndə isə yer zərfliyi, xəbərli şəkilçisi qəbul edəndə isə ismi xəbər olmuş olur. Və bəzən yerli çal şəkilçisi qəbul etmiş isimlər zaman məzmunu da bildirdikdə zaman zərfliyi də ola bilir. Məsələn, uşaqlar tənəffüsdə səs saldılar. Nə zaman tənəffüsdə? Daha sonra iclasda bu məsələyə toxunulmadı. Nə zaman iclasda? Yerli çalda olan sözlər qoşma ilə işlənə bilmir. Bax, qoşma ilə işlənə bilmir. Bax, indiyəcə hansıları keçdik? Hansında demişdik? Qoşma ilə işlənə bilmir. Yadımızdadır? Yadımıza salaq. Məncə yadımıza düşdü. Demişdik ki, təsirlik də qoşma ilə. Bax, təsirlik halda qoşma ilə işlənə bilmir demişdik. Yadımızda saxlayırıq ki, indi yerlik və təsirli çal qoşma ilə işlənə bilmir. Gəldik çıxışlı kala. Hərəkətin çıxış nöqtəsini, başlanğıc yerini, bax, çıxış nöqtəsini, başlanğıc yerini bildirir. Biz yönlü halda nə demişdik uşaqlar? Yönlü halda da demişdik ki, hərəkətin yönünü, istiqamətini, son nöqtəsini bildirir. Çıxışlı kal isə çıxış nöqtəsini bildirir. Bax necə? Məsələn, biri var deyirsən ki, evə gedirəm. Bir də var deyirsən ki, evdən gedirəm. Məsələn, ardın yazmır. Bax, evə gedirəm deyəndə artıq sən son nöqtəni bildirsən ki, artıq məsələn işini qutarmısan, evə gedirsən. Son nöqtəni bilir. Amma evdən gedirəm deyəndə artıq bu başlanğıc yeridir. Evdən hələ indi çıxır yəni. Yaxşımı?
Daha sonra kimdən, nədən, haradan suallarına cavab vermiş olacaq. Çıxışıq halda olan sözlər həm ismi, həm də fe'li xəbərlə sintaktik əlaqədə olur. Məsələn, Əli indi evdən gəlir. Səndən narazıyam. Birinci cümlədə fe'li xəbərlə, ikinci cümlədə isə ismi xəbərlə əlaqədə olmuş oldu. Çıxışlıq hal mənasına görə yönlü halın əksini bildirir. Bunu da bayaq izah elədim. Cümlədə kimdən, nədən sualına cavab verdikdə tamamlıq, haradan sualına cavab verdikdə yer zərfliyi, xəbərli şəkilçi qəbul eləyəndə isə ismi xəbər vəzifəsində çıxış eləmiş olacaq. Baxın, indi buradan bir ümumiləşdirmə edirik. Yazırıq, siz də bunu yazırsınız qayda dəftərinizə. Bax, yönlük. Sonra hansını dedik? Yerlik. Bir də çıxışlıq. Çıxışlıq. Baxın, bunu belə qabağına bu işlərini qoyuruq. Yazırıq ki, tamamlıq, zərfli, ismi xəbər. Yəni, bu üç hal, yönlük, yerlik, çıxışlıq, cümlədə tamamlıq, zərfli və ismi xəbər ola bilər. Bunu da dəftərinizə, qayda dəftərinizə mütləq şəkildə qeyd edin, ümumiləşdirin. Bir də bayaqlarda dedim. Deməli, yerlik və təsirli hal qoşma ilə işlənə bilmir. Bunu da qeyd edərsiniz. Sonu mu və n samitləri ilə bitən isimlərin qəbul etdiyi çıxışlıq hal şəkilçisi tələffüzdə nan kimi tələffüz olmuş olacaq. Necə? Atamdan, bax, atamdan formasında tələffüz olunacaq. Səndən, səndən formasında tələffüz olunacaq. Bax, necə oldu? Sonu, m-nı, samitləri ilə bitən isimlərin qəbul etdiyi çıxışlıq hal şəkilçisi tələffüzdə nan şəklində olur. Yaxşımı? Çıxışlıq halda olan sözlər qoşma ilə işlənir. Baxın, görək, bu da qoşma ilə işlənə bildi. İki dənə dediyi hal işlənə bilmir qoşma ilə. Biri təsirli hal olmuş oldu, biri də yerli hal. Yerli və təsirli hal qoşma ilə işlənə bilmir. İndi gələk hal şəkilçilərinin amonimliyinə. Yerli halın şəkilçisi bildiyi ındır. Həm onun şəkilçisi mənsubiyyət şəkilçisi də ola bilər, fe'l düzəldən leksik şəkilçisi də ola bilər, ikinci şəxsin şəxs şəkilçisi də ola bilər, isim düzəldən leksik şəkilçisi də olmuş ola bilər. Aşağıda da nümunələr verib, bunları da oxuyarsınız. Yönlük hal deməli A-ədi şəkilçisi, bu həm isim düzəldən leksik şəkilçisi kimi də işlənə bilər, fe'l düzəldən leksik şəkilçisi kimi də işlənib, yəni amonimlik yarada bilər. Təsirli halın şəkilçisi üstü 4-dür. Bu da mənsubiyyət şəkilçisi kimi işlənə bilər, fe'l düzəldən leksik şəkilçisi kimi, isim düzəldən leksik şəkilçisi kimi, sifət düzəldən leksik şəkilçisi kimi də işlənə bilər. Yerli halın şəkilçisi dadədir, bu zərf düzəldən leksik şəkilçisi kimi də işlənə bilir. Çıxışlıq halın şəkilçisi də dandır, bu da zərf düzəldən leksik şəkilçisi kimi də çıxış edə bilər. Aşağısında da hər birinin nümunələr verib, bir də bunu səsləndirmədim. Bu günlük bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Dediyim qeydlər də zəhmət olmasa qayda dəftərinizə yazarsınız. Sağ olun.